Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə 7-ci sinif test toplusundan kimya birləşmələr, formullar və adlar mövzusundakı testlərin izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Birinci sualımızda nə soruşur? D şəkildə verilmiş maddədə məişətdə yemək bişirməsində konservləşdirmədə istifadə edilir. Bu xörək duzudur. Xörək duzumuzun formulu natrium xlordur. Adı xörək duzudur. Rəngi ağ rəngdə olur. Yadınızda saxlayın və suda həll olma qabiliyyəti vardır. İndi birinci sualımızda nə deyir? Birləşmənin adı amoniakdır. Molekulundakı atomların sayı. Amoniakın formulunu biz yazırıq NH3 şəklində. Karbon qazının formulunu yazırıq CO2 şəklində. Buradan baxdıq ki, gördüyümüz kimi amoniakın molekulunda atomlarının sayı 4 dənədir. Karbon qazında isə 3 dənədir. Ona görə B-ni müəyyən edin. A-1-ə bərabər olacaqdır. Kimya birləşmələr üçün hansı ifadə doğrudur? Tərkibində kimya formula ifadə olunur. Xassələr əmələ gətirən elementin xassəsindən fərqlənir. Bəli, formula atomun nüvəsinin yükünə əsasən tərtib olunur. Xeyr. Ona görə 1-2 D variantı. Eylerven diaqramına uyğun məddləri müəyyən edin. Molekulunda 4 atom var. Amoniakın formulu NH3-dür. Metanın formulu isə CH4-dür. İndi bizə əsasən molekulunda 4 atom var. Bu amoniaka aiddir. Tərkibində hidrogen var. Hər ikisinə aiddir. Elementlərin nisbəti 1-in 4-ə şəklindədir. Metana aiddir. Tərkibində 2 müxtəlif element atomlardan ibarətdir. Bu da hər ikisinə aiddir. Bu da A variantına uyğun gəlir. Birləşmə atomun sayı oksigenin atomlarına sayının nisbəti B bölünsün A bərabər 0,5 olarsa adətən nədir? 1-i 2-yə bölsək 0,5 olacaq. Yəni B-imiz olacaq. Oksigen atomlarının sayı olacaq. Nədir? Oksigen atomlarının, yəni birinci B oldu. Necə? Oksigen atomlarının sayı isə 2 olmuş olacaq. Bu da dördüncü sualımızda 1-in 2-yə nisbəti oksigeninki 1 olmalıdır. A variantına uyğun gəlir. Bu 1 olacaq, bu 2. Kimya birləşməni göstərir. Kimya birləşmədir. Metan, dəm qazı. Hər ikisi metan, oksigen, karbon. Buradan metan və dəm qazı bir kimyəvi birləşmədir. Buna görə də 1-3 olacaq. Kimyəvi birləşmə 2 elementdən ibarətdir. Bildiğimiz kimi. Sonra doğru ifadələri müəyyən edin. Kalsium karbonatın tərkibində kalsium karbon oksigen elementi var. Bəli, düzgündür. Düzcə kalsium karbonatın formulu bu şəkildədir. Kalsium bromidin tərkibi kalium brom 2 şirnidir. Xeyr. Dəm qazı kalium bromidin formulu kalium brom şəklindədir. 2 atomludur. Bəli, dəm qazı 2 atomludur. Dəm qazının formulu o şəkildə. Natrium sulfatın tərkibində 2 müxtəlif element atomu var. Natrium sulfatın xeyr. Bu da çünki natrium sulfatımızın formulu natrium 2 SO4 şəklində yazılır. Düzgün cavabımız olacaq 1, bir də 3. Sonra molekul modelləri verilmiş kimyəvi birləşmələr üçün hansı ifadələr doğrudur? 3 müxtəlif element atomundan təşkil olunmuşdur. Burada gördüyümüz kimi 2 müxtəlif element atomundan ancaq 3 dənə atomdan ancaq 2 dənə müxtəliflik var. Buna görə bu düzgün deyil. Sonra molekul 3 atomludur. 1, 2, 3. Bəli, bunlar bu doğrudur. Götürürük.
Sonra deyir ki, tərkibindəki element atomlarının say nisbəti 1-in 1-ə, onun da nisbəti 2-yədir. Bax, burada sarılar 2 dənədir. Narıncı 1 dənədir, palıd da 1 dənədir. Bəli, bu da doğru olmuş olacaqdır. 8-ci sualımıza deyib, uyğunluğu müəyyən edin. Kalsium oksid, natrium sulfat, sonra budur. Karbon qazı, bu da buna uyğun gəlmiş olacaqdır. Bir də karbon dioksid də deyə bilərik. Sonra bizə deyir ki, kimyəvi birləşmə adı kalium bromiddir. Bunun da formulu, karbon monoksidin də formulu, yəni dəm qazının formulu eynidir. Molekul modelinə əsasən birləşmənin formulunu boş xanaya yazın. Burada yazsaq, gördüyümüz ki, 2 dənə hidrogendir, 1 dənə oksigendir. Burada da 1 dənə karbondur, 2 dənə də oksigen. Bu şəkildə də formulu. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.